Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün, eləcə də ümumiyyətlə bütün ibtidai sinif müəllimlər üçün indiyə qədər keçirilmiş sertifikasiya imtahanında düşən sualların 3-cü hissəsini sizə təqdim edirəm. Bu, müəllimlər üçün sözün əsl mənasında olduqca faydalıdır. Yəni siz maraqlanırsınız ki, bu sualları necə idi, mən onları hardan tapa bilərəm? Bax, bu videolar sırf sizlər üçündür. Sistemli şəkildə bir neçə hissədə mən bunun izahını sizlərə təqdim edəcəm. İlk hissə, iki hissə bundan öncə kanalda yerləşdirilib. Baxmayan müəllimlər mütləq baxsın. Başlayaq vaxt itirmədən suallarımızın izahına. Kiloqramı 28 və sualların hər biri rəsmi imtahana düşən suallardır. Kiloqramı 28 və 46 qəpik olan unu qarışdırdılar. 12 kiloqram unun qiyməti 4 manat 80 qəpiyedir. Hər undan neçə kiloqram qarışdırılıb? Bunu iki üsulla sizə göstərəcəm. Həm tənliksiz, həm də sistem tənliklə olan həllini. Belə düşünək ki, birinci qaydamız, bu 12 kiloqramının hər birini biz 28 qəpikdən almışıq. O zaman 12-ni vuracağıq. Yəni hamısını belə deyək, tutaq ki, qarışığın hamısı tutaq ki 28 qəpiklikdir. 12-ni 28-ə vursaq, bərabər eləyər 336 qəpik. İndi, bəs burada 4 manat 80 qəpik var axı qarışıq. Bu 480 qəpikdən, demək burada kəsirimiz olacaq. 480-dən 336-nı çıxanda qalır 144 qəpik az. Niyə belə oldu? Çünki biz hamısını 28 qəpiklik hesablamışdıq. Burada 46 qəpiklik də varıq. Ona görə 46 qəpikliyin də gəlin sayını tapacaq. 28 qəpiklik 46 qəpikdən neçə qəpik azdır? 46 çıxılsın 28 bərabərdir 18 qəpik az. İndi bu azı aza bölərik. Demək 46 kiloqramın 46 qəpiklik olan onun kiloqramını tapa bilərik. 144-ü böləndə 18-ə bərabər eləyər nə qədər? 8. Demək, burada bu 8 kiloqram 46 qəpiklik yazıram. 46 qəpiklik. Çünki biz hamısını 28 qəpikdən hesaplamışdıq deyə 336 eləyirdi. Demək, burada 8 kiloqram 46 qəpikliyimiz var imiş. Bəs ümumi də 12 kiloqramdır. 12-dən də 8-i çıxanda 4 kiloqram 28 qəpiklik. İndi bunu bu formada tapdıq müəllimlər. Gəlin, doğru cavab B variantıdır. Bunu sistem tənliklə həll edək. Sistem tənliklə bəzinlə tənliksiz həll budur. Bəzən müəllimlər tənlik istəmir. Hansı ki istəməlidir, çünki tənliklər önəmlidir. Amma indi sistem tənliklə həllini sizə göstərəcəm. Sistem tənliklə həlli nədir? Sistem tənliklə necə həll edəcək? İkinci həll. Yazıram bura. İkinci həll. Biz götürək 28 qəpiklik olan onu x, 46 qəpiklik olan onu y. Hərəsindən x üstə gələ y bərabər 12 kiloqram. Bilmirik. Onda x kiloqram 28 qəpiklik un varsa, bunun qiyməti eləcək 28x. 46 y kiloqram 46 qəpiklik un varsa, olacaq 46y. Yəni çəkilərini, bir çəkinin 1 kiloqramının qiymətini vuracaq ümumi kiloqramın sayına. Bərabər 4 manat 80 qəpik də qəpiyə çevirək 480 qəpik. Rahat. Birinci olduğu kimi qalacaq. X üstə gələk y bərabər 12. İkincinin hər tərəfini 2-yə bölsək 14x üstə gələk 23 y bərabərdir 240. Birincinin hər tərəfini 14-ə vururuq. Sistem tənliklərlə bağlı kifayət qədər izah var. Artıq bunu necə həll etmemiz lazımdır deyə bilirsiniz. Birincinin hər tərəfini 14-ə vursaq 14x üstə gələk 14 y bərabərdir 168. İkinci də olduğu kimi qalır. Tərəf-tərəfə çıxanda bu 14x-lər gedir. 23-dən 14-ü çıxanda qalır 9y bərabərdir 240-dan 168 çıxanda qalır 72. Y də bərabər 72-ni 9-a böləndə alınır 8. Y bərabərdir biz 8 tapdıq. Demək bu 46 kiloqramlıq idi. 12-dən də 8-ə çıxanda bərabər elədi 4. Bu da gəldik cavabımızı aldıq. Özünüzdə gördüyünüz kimi bu da ikinci həllimiz. Növbəti həndəsə ilə bağlı bir sualdır. 45 dərəcəli bucaq açıq bucağın hansı hissəsini təşkil eləyir? Açıq bucaq dediyimiz budur. 180 dərəcədir. 45 dərəcəli bucaq hansı hissəsini təşkil eləyirsə sadəcə olaraq
Bu 45 dərəcəni böləcəksən 180 dərəcəyə. Bu da ixtisar eləyərik. 45 45-ə 1, 180 45-ə 4-də 1. Doğru cavab C. Ümumiyyətlə müəllimlər, bir ədəd digər ədədin hansı hissəsini təşkil eləyir deyəndə hər zaman birincini ikinciyə bölürük. Məsələn, 7 9-un hansı hissəsidir? 7 bölünsün 9. Bu qədər rahat. Birincini ikinciyə bölürük hər zaman. Üçüncü sualımıza baxırıq. Natamam qismət. Bax, bu formada bilirik ki, burada A bölünsün B, burada C, burada qalıq R olanda A bölünən, B bölən, C natamam qismət, R qalıqdır. İndi bizə deyir ki, natamam qismətimiz 20-dir. Yazdıq bura 20-ni. Qalığımız 17. Qalıq 17 yazdıq. Bölünənin ən kiçik qiymətini soruşur. Adətən bizə böləni verirdi, qalığının, bölünənin ən kiçik qiyməti və s. İndi qalığı verib bölünənin ən kiçik qiymətini tapmaq lazımdır. Biz də bilirik ki, qalıqlı bölmə əməlində qalıq hər zaman böləndən kiçik olmalıdır. Yəni burada 17 burada yerləşən ədəddən kiçik olmalıdır. Burada yerləşən ədədlər 18 və sonsuzluğa doğru olan ədədlər ola bilər. 18, 19, 20 ən böyük sonsuza qədər gedir. Amma ən kiçik dediyindən 17-dən böyük olan ən kiçik ədədimiz 18-dir. İndi bizdən buranı tapmaq tələb olunur. Necə tapacağıq? 18-i vuracağıq 20-yə, üzərinə də gələcək 17-ni. Çünki A ədədini tapmaq üçün, ümumiyyətlə, qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vururuq, üzərinə qalığı əlavə edirik. İndi buradan bu hissə bərabərdir. Yəni, bölünən bərabərdir. 18 vurulsun 20, üzərinə gəlinsin 17. 18 20-yə vurarıq, eləyər 360. 360-ın üzərinə 17 gələndə doğru cavab müəllimlər 377. Doğru cavab elədir D variantı. Növbəti 4-cü sualımız kater məsələsidir. Katerin öz sürəti çayın axma sürətindən 10 dəfə çoxdur. Katerin sürətini K ilə işarə edirəm, çayın sürətini C ilə işarə edirəm. Çayın sürətini x götürsək, katerin sürətini 10x götürərik. Çünki dəfə çoxdur deyir. Bu bizim birinci hissəmiz. İkinci hissəyə baxırıq. Kater çayın axınına qarşı 5 saatda 90 km yol gedib. Öncəki izahlarda bunu xüsusilə vurğulamışıq. Çayımızın istiqaməti bu istiqamətdir. Bunun üzərindəki katerdir. Katerin istiqaməti bu istiqamətdədirsə, bu axına qarşı olur və kater çıxılsın çay olur. Sürət hər zaman. İndi 5 saatda 90 km yol gedilib. Zaman var, məsafə var. 90 kilometri 5 saata bölərik. Alarıq 18 kilometr bölünsün saat. Tapdığımıza sual veririk ki, bu 18 kilometr bölünsün saat nədir? Axına qarşı olan sürəti. Yəni, kater çıxılsın çay bərabər 18. Buradan sonra baxsaq, katerin sürətini az öncə müəyyənləşdirmişik. Çayın sürətini az öncə müəyyənləşdirmişik. Sadəcə bizdən bunları gətirib yerinə qoymaq tələb olunur. Katerin yerinə yazıram 10x, çayın yerinə yazıram x bərabər 18, 9x bərabər 18, x də bərabər 2 kilometr bölünsün saat. Demək, biz çayın sürətini tapdıq. Amma məndən burada şərtləri müxtəlif formada soruşa bilər. Katerin sürəti gətirib yerinə yazsaq, 2 dəfə 10 elədi 20, çayın sürəti 2. Katerin sürəti ilə çayın axma sürətinin cəminin, bu ikisinin cəmi elədi 22. Təzədən bunun rəqəmləri cəmini bizdən soruşur. 2 üstə gələk 2 də bərabər elədi 4. Doğru cavab B variantı. Növbəti suala baxırıq. Yaş məsələsi və ədədi ortanın sintezindən bağlı olan bir sualdır. 3 qardaşın yaşlarının ədədi ortası 18-dir. Birinci qardaş, ikinci qardaş, üçüncü qardaş. 3 qardaşın yaşlarının ədədi ortası 18-dir. Biz bilirik ki, ədədi ortanı saya vuranda cəmi tapırıq. 3-ün ədədi ortası 18-dirsə, o zaman bura yazıram 18 vurulsun 3 bərabər 54. Və tapdığımızı qarışdırmamaq üçün dərhal mötərizədə yazıram ki, 3 qardaşın yaşları cəmi. Bunu yazdıq bura. Birinci qardaş üçüncü qardaşdan 14 yaş böyükdür. Üçüncü qardaşa x yazıram. Birinci qardaşa x üstə gələk 14. Onların da növbəti cümləmiz ədədi ortası 18-dir. Artıq onların da ədədi ortası 18 o deməkdir ki, birinci və üçüncü qardaş, 2 qardaşdan söhbət gedir. Bəs bu 2 qardaşın yaşları cəmi nə qədər olacaq? Yenə 18-i bu dəfə 2-yə vuracaq, bərabər eləyəcək 36.
Bu 36 yazıram birinci və üçüncü qardaş. Yaşları cəmidir. Bildik bunu. İndi birinci və üçüncü. Artıq biz bu üç qardaşın yaşları cəmi 54, 36 isə ikinci qardaşı buradan rahatlıqla tapa bilərik. 54-dən 36-nı çıxarıq. Bərabər eləyər 18. İkinci qardaş. 18-i bura yazdıq. Bəs 1 ilə 3-ü necə tapacağıq? 1 ilə 3 x olaraq ifadə olunub. Cəmi də burada məlumdur. Yazacaqsan x üstə gələk 14, üstə gələk x bərabər 36. Çünki birinci və üçüncü qardaşın yaşları cəmi 36-dır. 2x bərabərdir 22, x də bərabər 11. Gətirib yerinə yazsaq, birinci qardaşda 11 üstə gəl 14 eləyər 25. İkinci qardaş onsuz da tapmışdıq 18. Üçüncü də x az öncə tapdıq 11. Artıq bütün qardaşların yaşları mənə məlumdur. Məndən soruşur ki, ortancıl qardaş, yəni ikinci qardaş ilə üçüncü qardaşın yaşları cəmi 18 və 11-in cəmini bizdən soruşur. 18 üstə gələk 11 bərabər eləyir 29. Doğru cavab Y variantı. Bu qədər dəyərli müəllimlər. İzahlar söz belə deyək də, özündə məsuliyyət, disiplin və məqsədi olan müəllim üçün bu izahlar xəzinədir. Sizlər üçün bunu hissəli, sistemli şəkildə paylaşıram. Yəni hər gün elə bir 15-20 dəqiqənizi ayıracaqsınız ki, Vüsal müəllim bu gün 15 dəqiqəlik qəbul suallarının növbəti hissəsini paylaşıb. Tək sertifikasiya yox, özünü təkmilləşdirmək istəyən bütün ibtidai sinif müəllimlər üçün. Hər birinizə uğurlar arzulayıram müəllimlər. Növbəti izahlarımızda görüşərik. Özünüzə yaxşı baxın. Hələlik.